Zəhmət olmasa. Keçsin bu tərəfə. Qonşular gəlin daxilində zəhmət. Gelin gelin ay komşular gelin. Gelin. Bak o indi gelenlere 4 defa izin İki dəfə üçün oldu bu Yox, o anlaşılmamazlıq olur deyənə burada polis bölməsinə ona görə apardılar ki, bu anlaşılmamazlığı aradan qaldırsınlar. Yəni polis bölməsindən bizə bir təhdid olmayıb. Yəni sadəcə getdik orada bu söhbətləri aşkar elədilər ki, hə həqiqətən də məsələ nə məsələdir? Nəyə görə? İndi bu gün məsələ odur ki, bu 2007-ci ildən bu binanın tikilməyinə baxmayaraq, başlamağına baxmayaraq hələ tam olaraq heç bir şey tikilməyib. Hələ tam olaraq heç bir, yəni bir kompleks bərbad vəziyyətdə özünüz görmüsünüz. Bu binada 50-60-a yaxın sakin yaşayır. Bu günləri qaz yoxdur, su saatla verilir, 2 saat, 3 saat su verilir. Nə bilim, krişası bərbad vəziyyətində olduğuna görə 2 gün bundan qabaq yağış yağanda bütün hamının evini su basıb. Yəni yaşayış normal deyil. Bu günləri burada biz normal yaşaya bilmirik. Yəni burada qazilərimiz var, burada əlillərimiz var, burada yaşlılarımız var. Burada elə bir sakinlər var ki, yəni evini alıb, amma evini görə bilməyib, rəhmətə gedib. Yəni bir neçə sakin var hələ. Neçə ildir? 2007-ci ildə. 19 ildir ki, 19 ildir ki, hələ heç nə düzəlinmir. Yəni bir çox yerə gəlib müraciət eləmişik. Yəni gəlir məsələ bəli. Hələ bir dəqiqə beyəfəndi. Burada belə bir blok da var idi ki, adı var, özü olmayan blok. Bəli, Oradan mənzillər də Bəli, var. 6-cı blok. Mən də 2-3 dəfə bunlardan tilkə götürdüm. Bəli. Deməli, burada 5 bloklu binadır. 6-cı blokdan burada sakin var ki, onun mənzil yazılıb. Mənzil yazılıb verilib ki, 6-cı blokun sakinidir. Yəni farizdir, dostumuzdur, qardaş. Yəni bir vətəndaşımızdır, bir qonşumuzdur. Amma ki, həmin blok yoxdur, ümumiyyətlə kompleksdə yoxdur həmin blok. Kompleksdə olmamağı qalsın bir qırağa. Yəni bu sakinlərin çoxusu o binaların sakinləridir. Hansı ki, bina yoxdur, hələ də yoxdur. Yəni 19 ildir, 2007-də başlamağına baxmayaraq, hələ də bina yoxdur. Yəni burada sakin var, 18 il kvartirant verir. Burada sakin var, hələ də kvartirant verir, 8-10 ildir kvartirant verir. Yəni o qıraqda kvartirant verir, gəlib evinə sahib ola bilmir. Biz burada yaşaya-yaşaya kvartirant pulu veririk. Nə üçün ki, işıq pulu gəlib çıxır 500 manat, 600 manat işıq pulu gəlib çıxır. Yəni onu hələ bilginə ki, öz evində kvartirant yaşayırsan. Evi də qızdıra bilmirik. Yəni məcbur gəlmişik, köçmüşük burada yaşayırıq. Yəni demək olar ki, məcburi köçünük biz. Yusuf bəy, bundan əvvəl siz bildiyim qədər prezidentə də müraciət eləmişsiniz və hətta qəbulda da olmuşsunuz. Deməli, 2 dəfə Fuad müəllimin qəbulunda olmuşuq, Fuad Ələsgərovun qəbulunda olmuşuq və onda çox divaniklər var idi. Hansı ki, biz aşkar eləmişdik, 20-18 divanik var idi, hansı ki, biz aşkar eləmişdik, onları bəli, bərpa elədilər, onları evlə bərpa elədilər. Hansı ki, biz aşkar eləməmişik, bax günü 4 gün bundan qabaq yeni bir divanik çıxmışdı. Yəni, hələ bir ki, iş kökündən araşdırılmadı. Yəni, bunlarda nə məsələlərdir? 3 dənə möhür var. Bunlarda 3 dənə möhür var, halbuki birini özləri tanımırlar. Möhürün birini özləri göstərmişəm, deyirlər ki, bu hansı möhürdür, biz tanımırıq. Burada 2021-ci ildə möhür dəyişməyinə baxmayaraq, rəhbərlik dəyişməyinə baxmayaraq, 2023-cü ilin sənədi var ki, köhnə möhürlə var. Yəni belə bir hallar burada çox baş verir. Ona görə biz Fuad Ələsgərovun qəbulunda olduq. Sonra qaza, suya, işığa görə Şahmar Mövsümovun qəbulunda olduq. Sonra Zeynal Nağdəli... Lift məsələsi necə? Normal işləyir? Xeyr, 2 dəfə qırılıb lift, xəsarət alan da olub. Yəni hal-hazırda da yəni biri natamam vəziyyətdə işləmir, biri ümumiyyətlə qoyulmayıb. Bir dənəsi qoyulub, yəni bu qədər sakinə. O da Allah eləyirik də, yəni dua edirik ki, qalxıb normal düşə bilir, yəni qırılmasın. Krişa, o bir hala dedim ki, krişa yəni bərbad vəziyyətdə olduğuna görə 2 gün bundan qabaq yağış yağanda bütün mənzillərin hamısını su basmışdı. Bütün liftin içinə kimi su basmışdı. Bəy, şirkət hal-hazırda hansı adla fəaliyyət göstərir? Orada yazılıb, yeni yazdılar onu, qıcada Era Residence. Bəli, yazdılar. Həmin adla işləyir. Bilirsiniz, burada iş orasındadır. Burada tez-tez, yəni bir ildən bir, nə bilim, il yarımdan bir şirkətin adını dəyişdirirlər. Bir dəfə elədilər, deməli, Global idi, sonra elədilər İbra Holding, sonra elədilər
macaz. Ondan sonra elədilər indi Era Residence. Bu hər dəfə şirkətin adını dəyişdirib, yəni Dvinix sayı artırılır. Və bunun başqa bir cürə fikirləşmək olmaz. Çünki kompleksdə binanı tikilib başa çatmamış pəncərəsi qoyulub. Bu hansı yəni qurumda belə bir şey var ki, kompleks tikilməyib, bina tikilməyib, amma pəncərəsi qoyulub. Bu pəncərəni ona görə qoyurlar ki, qıraqdan gələn sakinləri bilirsiniz, hər kəsən öz rusların belə bir məsələ var, deyir, каждый думает по своей мере способности. Yəni hər kəsən özü kimi fikirləşir, deyə gəlib aldanırıq. Biz bunda yığılanlar hamısı aldananlardır. Yəni bu bəli. Bu binada nə qədər adam Amma bir nəfər kimi. Bu gün deyərdim ki, biz tanıdığımız hələ bir 200-250 tanınır. Bəli, sakin olar. Yəni mənzil olaraq 200-250 mənzil olaraq, yəni bu zərər çəkmiş var. Gündə də biri çıxır. Biz indi sabaha plakat demişik ki, plakat hazırlansın. Buradan plakat yerləşdirmək istəyirik ki, gələn adamlar aldanmasınlar. O plakatı vuraq, o nömrələri vuraq ora ki, gələn adamlar aldanmasınlar. Bu şirkətin Insta səhifəsi falan varmı ki, onlara da elan edək. Bunların normal ofisləri belə yoxdur. Reklamı getməsin. Bunların normal ofisləri belə yoxdur. Yəni bunlar məsəl üçün bizi çağıranda ki, gəlin oturaq bir söhbət eləyək, hansısa çayxanaya çağırırlar, hansısa restorana çağırırlar. Yəni biz hələ bunların normal ofislərini görməmişik. Bunların ofislərini deyəndə deyirlər ki, burada ofis düzəltmişik, amma orada da heç kim olmur. Yəni günü sabahları gəlin, orada heç kim yoxdur. Bir gün gəlin, orada heç kim yoxdur.